Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve salatu ve selamu ala Resulillahil amin ve ala alihi ve ashabihi ve tabi'ina ve etba'ihim bi ihsan ila yevmiddin amma ba'd. Selamun aleyküm kardeşler. Elhamdülillah Allah'ın sayesinde bu yere gəlib çatdıq. Allah'tan istəyirik ki, bizi buna müvəffəq etdiyi kimi ona əməl etməyə də müvəffəq eləsin. Bugün danışacağımız mövzu mühüm mövzulardandır. Hansı ki, müsəlman nəinki həyatı boyunca, hətta gün ərzində dəfələrlə bununla qarşılaşır. O da müsibətin qalxmağına, bəlanın qalxmağına tələsməmək və yaxud da bəlanın qalxmağına tələsməyin qadağan olmasıdır. Bildiyimiz kimi, ümumən insan daima nemətlər və müsibətlər arasında həyatını sürür. Hər an üzərimizə nemət gəldiyi kimi, hər anda üzərimizə bəla, müsibət gəlir. Hər an qarşımıza müsibət çıxır. Hər an müsibətlə qarşılaşa bilərik. Necə ki, hər an bizə nemət gəlir, ona şükür etməliyik. Ona görə alimlər, başda məsələn İbn Qeym Rahimullah olmaqla, onlar baxıblar insan həyatına və şeytanın insanı azdırmaq yoluna, hansı yoldan daxil olur, deyiblər ki, əsasən 3 yol var. Qəflət, qəzəb, bir də şəhvət. Qəflət, qəzəb, bir də şəhvət. Əslində, qəzəblə şəhvət özlüyündə qəflət deməkdir. Əgər bir insan qəzəb anında Allahın razı qalmadığı bir sözü deyərsə və yaxud da əməl edərsə, artıq o qəflətdə olmağın əlamətdir. Eləcə də şəhvət zamanında əgər Allahın razı qalmadığı sözü əməli deyərsə, onun qəflətdə olmasına işarədir. Lakin, o qəflət, qəzəb, şəhvət dedikdə daha təfsilatlı olur, insan bilir. Deməli, qəzəb hansı zaman olur? Bəla zamanı yaranır. Şəhvət isə nemətlər zamanı olur. Qəzəb bəla zamanı gəlir. Şəhvət isə nemətlər zamanı olur. Deməli, bəlalar zamanı ondan çıxış yolu qəzəblənməməkdir, qəzəbi boğmaqdır. Şəhvət zamanı isə çıxış yolu neynəməkdir? Səbr etməkdir, şükür etməkdir. Nemətlər gəlir, nemətlər insanda nə yaradır? İstək, şəhvət. O zaman nəyə ehtiyac var? Şükür eləməyə, səbr eləməyə. Bizim götürəcəyimiz mövzu əsasən bəla zamanı insanın bəlanın qalxmağına tələsməməsidir. Burada tələsməmək deyəndə nə nəzərdə tutulur? Ümumən səbr nəzərdə tutulur. Çoxlarınız dəfələrlə dərslərdə eşitirsiniz, bəlaya səbr eləmək vacibdir. Ayələr, hədislər gətirilir. Tələsməmək də səbr mənasındadır, lakin biraz bu daha incə məqamdır, tələsməmək. Necə? Baxın, məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir ki, bəlaya səbir müsibətin ilk anındadır. İlk anındadır. Gərək insan başına müsibət gələn zaman həmin anda gərək səbirlə qarşılasın. Əgər qəzəblənərsə, artıq səbirlə qarşılamır və günah qazanır. Və sonradan təbii ki, qayıtması xeyirlidir, nəinki elə qəzəb halında qalmasın. Amma üstünlük baxımından Peyğəmbər sallallahu əleyhi və səlləm o mənada demişdir ki, səbirlə başlayır. O demək deyil ki, insan bəlanın ilk anında səbir eləsin, vəssalam. Bunun sabahı var, bir günü var, o biri günü var. Məsələn, ayla davam edə bilər, illə davam edə bilər. Ona görə bu incə məqamdır. Tələsməmək səbirdən daha incə məqamdır ona görə insanlar bunda müxtəlifdir. Ola bilər, bəzilərimiz İlk anda səbr edir, amma sonradan başlayır bezməyə, qəzəblənməyə və yaxud da təşvişə düşməyə. Bəzilərimiz də ilk anda qəzəblənir, sonradan xatırlayır və sonunu səbrlə bitirir. Ancaq təbii ki, ən üstünü səbrlə qarşılayıb, axıra kimi səbrlə bitirmək. Ən çətində budur. Ona görə şeytan bizi aldatmasın. Bəli, səbr edirik, ancaq baxaq görək, bəla uzananda səbr edirik, yoxsa yox. Tələsmirik qalxmağına bəlanın. Ona görə buradan elə başa düşülməməlidir ki, bəla gələndə biz onu qaldırmağa çalışmayaq. Çalışmaq ayrı,
tələsmək ayrıdır. Yəni insan başına bəla, müsibət gələn zaman, necə ki İbn Qeym Rahiməhullah deyir ki, onu qaldırmaq üçün əgər mümkünsə çalışmalıdır. Ona görə bəlalar müəyyən cəhətlərdən müəyyən qismlərə bölünür. Bəlalar, məsələn, böyüklük, kiçiklik baxımından var, böyük bəlalar var, kiçik bəlalar, xırda bəlalar. Adətən müsəlmanlar görürsən böyük bəlalara, indi insandan insana düzdür fərq var, səbr eləmək olur. Çünki görürsən də bəladır bu, xatırlamaq olur. Amma kiçik bəlalara biraz çətin olur səbr eləmək. Görürsən, gəlir, keçir elə, məsələn, qəzəblənirsən, məsələn, söz deyirsən, söyürsən, təhqir eləyirsən, vurursan, məsələn, ani moment gəlir, keçir də səbr eləyə bilmirsən. O xırda bəlalardır. Həmçinin bəlanın qalxıb qalxmaması baxımından isə yenə iki qismə bölünür ki, elə bəlalar var, qalxması mümkündür. Bəzi xəstəliklər, bir çox xəstəliklər kimi sən onu çalışmalısan qalxmağına, səbəblərdən yapışmalısan. Bəziləri isə mümkündür qalxmaq. Məsələn, ölüm kimi, yaxınların ölümü kimi. Yəni, onu necə qaldıra bilərsən? Artıq bu dünyasını dəyişdi. Vəssalam, daha səbr eləməlisən. Axıra kimi, ölənə kimi. Bəli, bugün məsələn kimisə yaxına dünyasını dəyişdi, səbrlə qarşıladı. Amma şeytan pusqudadır. Baxacaq qəflət anında neyniyəcək? Başlayacaq ona peşmançılıq verməyə. Necə yəni, niyə öldü? Başlayacaq ona birinci fikri ilə yaxınlaşmağa. Onda qədərə qarşı çıxmaq yaradacaq. Qəbul etməmək. Niyə oldu bu şey? Ona görə əgər bəla qalxması mümkün olan bəladırsa, müsəlman çalışır qalxmalı, amma tələsmir. O qalxması mümkün olmayan, bunda da yəni artıq çalışmır qalxmağına. Ancaq səbr eləyir daima. Daimi səbr eləyir. İndi keçək bu haqda ayə, hədisləri zikr eləyək, yenə izaha qayıdarıq. Bəla gələn zaman tələsməməyə dəlalət edən ayə və hədislərdən bəziləri Uca Allah buyurur ki, mə asabə min musibətin illə bi idnillah. Elə bir müsibət yoxdur ki, o Allahın izni ilə baş verməsin. Və mən yu'min billahi yəhdi qalbə. Kim iman gətirərsə, Allah onun qəlbini hidayət edər, haqqa yönəldər. Vallahu bi kulli şeyin alim. Allah hər şeyi bilir, biləndir. Təğabun surəsi 11-ci ayə. İmam Bəğavi rahmeullah ayəni izah edərkən belə demişdir. Kim Allaha iman gətirərsə, yəni hər bir müsibətin Allahın izni ilə baş verməsini təsdiqləyərsə. Birinci, başımıza gələn müsibətlər, istər böyük olsun, istər kiçik olsun, istər qalxması mümkün olsun, istər qalxması mümkün olmasın, birinci işimiz bu Allahın izni ilə baş verir. Bu Allahın izni ilə baş verir. Yəni, bu elm, bu iman, yəni insanda səbri gərəkdirir. Tələsməməyi gərəkdirir. Bu insanın qəlbində daim olmalıdır. Daima xatırlayanda başqa müsibət gəlib, bunu xatırlayırsan ki, Allahın izni ilə baş verir. Sonra davam eləyir, deyir, yəni Allahın onun qəlbini haqqa yönətməsi, qəlbini yəqin etməsi. Yəqin edir ki, yəni onun başına gələn ondan yan keçə bilməz. Yan keçən də onun başına gələ bilməz. Nəticədə Allahın qəza və qədərinə təslim olur. İnsan biləndə ki, buna Allah göndərir, yəni sən Allahın göndərdiyinə heç cür mane ola bilmərsin. Heç kimdə mane ola bilməz. Yəni, ona iman gətirərsə insan artıq onda səbr etməyi, tələsməməyi yaradılacaq. Mütləq iman gətirməlidir. İman da lüğəvi mənası bildiyimiz kimi həm təsdiqdir, həm boyun əyməkdir. Boyun əymək, yəni təslim olan, həm də rahatçılıqdır. Ona görə imanın əksi tərəddüddür. Tərəddüd iman sayılmır. Şək şübhə iman sayılmır. Yəni, kim məsələn ahirətə iman gətirmisənsə, o nə deməkdir? Yəni yəqinsin. Əgər tərəddüd edirsənsə, görəsən diriləcəm, yoxsa yox. Sən iman gətirməmisən. İman nədir? Rahatçılıq. Qəlbin rahatdır. Ancaq tərəddüd iman deyil. Müsibətdə də bu özünü göstərir. İman gətirmirsən ki, bu Allahın izni ilə baş verir. Ancaq tərəddüd edirsən ki, niyə baş verdi? Sanki Allahdan başqası
o müsibəti göndərmiş kimi. Həmçinin hədislərdən isə Əbu Hüreyrədən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur ki, sizdən biriniz tələsmədiyi müddətcə duası qəbul olunar. Deyildi ki, ey Allahın Rəsulu, bəs tələsmək necə olur? Dedi ki, belə deyər, dua etdim, Allah duama cavab vermədi. Fikir verin, sizdən biriniz tələsmədiyi müddətcə duası qəbul olunar. Biz hamımız dua edirik Allaha. Dediyim kimi, ya nimət gəlir, ya da bəla gəlir başımıza. Biz də nə istəyirik? Ya nimət istəyirik, ya da bəlanın dəf olmasını istəyirik daima Allahdan. Deməli, hər ikisində də tələsmək olmaz. Bizdən biri nimət istəyir Allahdan, hər hansı bir nimət. Görmədikcə həmin nimətin gəlməyin, deyir ki, Allah duama cavab vermədi. Yəni, görməd axı həmin niməti. Eləcə də bəlanın qalxmasında da İnsan dua eləyir, görəndə ki, bəla qalxmır, neynir? Deyir ki, duam qəbul olmadı. Bu artıq nədir? Tələsməyə daxil olur. Yəni, bu hədis də bizə tələsməməyi çağırır. Bəlanın qalxmağına tələsməməyi çağırır. Necə ki, niməti istəyirsən, gəlməyinə tələsmirsən, eləcə də bəlanın qalxmağını istəyirsən, amma qalxmağına tələsmirsən. Yəni, İndi bunu deyirik, bax, unutmayaq. Bu mühüm təməl qaydadır bəlada. Mühüm təməl qaydadır. Çünki bəla ümumi məhfumdur. Sonra gələcək misallar. Demək, tələsmək olmaz. Ancaq çalışsan. İbn Qeym Rahimehullah demişdir ki, uca Allah qulunu nə üçün bəlaya düçar edir? Onun şikayətini, onun boyun əyməsini, yalvarıb yaxarmasına, duasını eşitmək üçün, görməsin. Yəni, bu da imtihandır. Allah imtihan edir ki, görsün, bildiyi halda. Lakin Allah çıxartmalıdır üzə çıxartmalıdır. Bildiyi halda bəlanı göndərir ki, görək qul Allaha şikayət edəcək, yəni öz halından düzəlməsini istəyəcək. Boyun əyəcək, yalvarıb yaxalacaq, dua eləyəcəkmi, yoxsa yox. Ona görə bəlada qaydadır. Ancaq yalvarıb yaxarmaqla qalxmanı istəməlisən. Və bu tələsməkdir, bu yalvarıb yaxarmaqdır. Bunlar bir-birinə bağlıdır. Tələsmək o deməkdir ki, sən yalvarıb yaxarmırsan. Bəli, sən yalvarıb yaxarsan da o mənada yalvarıb yaxarmamısan. Ona görə İndi gələcək, sanki elə bir ki, Allaha minnət qoymuş kimi sayılır o. Mən sənə bu qədər dua etdim, sən məni başımdan bəlanı qaldırmadın. Dili ilə deməsə də halı onu deyir. Niyə bezdin yaxşı? Dua elədin, gördün, bəla qalxmır, bezdin. Niyə? İbn Qeym Rahimehullah deyir ki, çünki yəni mənası minnətim var Allaha. Mən dua etdim, sən qəbul etmədin. Yəni, bu yalvarıb yaxarmağın əksidir. Yəni, bizdən məsələn misal çəkək, bir başçı sənə tutaq ki, bir əziyyət verir. O qədər məbləğ verirsən ki, sənə əziyyət verməsin, düzdür? O qədər məbləğ verəndən sonra yenə sənə əziyyət verirsə, nə deyərsən ona? Sənə bu qədər verdim məbləğ, yenə mənə əziyyət verirsən, mənə zülm edirsən. Haqqı verdim da, niyə yenə əziyyət verirsən? Tələb eləyərik ondan, minnət qoyarıq. Ancaq aləmlərin Rəbbi ilə isə belə olmur, ədəb-ərkan var. Aləmlərin Rəbbi ilə biz yalvarıb yaxarırıq. Nə qədər səbəbdən yapışsaq da, yalvarıb yaxarıq ki, Allahım, yalvarıram bu bəlanı başımdan qaldır. Ancaq təslimik bu tərəfdən. Təslimik, yəni o mənadır ki, deyirik ki, qaldırmasan da təsliməm, səbr eləyəcəm. Qaldırmasa da, yəni qəlbində iman var ki, hətta ömrünün axırına kimi qaldırmasa belə çıxmayacaqsan Allaha qarşı. Heç vaxt deməyəcəksən ki, dua elədim, Allah duamı qəbul etmədi. Ona görə burada duada özün göstərirsən, tələssən yoxsa yox, oradan bilə bilərsən. Bəlanın qalxması üçün dua eləyirsən, sonra kəsirsənsə, deməli bezmirsən. Düzdür, müəyyən hallar var ki, elə insan var ki, dua etməsə də təvəkkülü ilə gözləyir bəlanın qalxmasını. Onu da Şeyx İslam ibn Teymiyyə Rahimehullah deyir ki, bir çox bəlalar dua, təvəkkül, bir də ruqiyyə ilə qalxır. Adam var mücərrəd təvəkküllə
bəlanı qaldırır özündən. Allahın izniyle. Təvəkkül özü, yəni Allahdan kömək istəməkdir də. İnsan qəlbi ilə, səbəblərlə təvəkkül edir. Ona görə İbn Qeym Rəhməhullah deyir ki, uca Allah bəla vaxtı ona boyun əyməyənləri, yalvarıb yaxarmayanları artıq qınamışdı öz kitabında. Necə ki buyurur, biz onları əzabla yaxaladıq, onlar yenə də öz Rəbbinə boyun əymədilər. Ona yalvarıb yaxarmadılar. Möminin surəsi 76. Başqa ayədə səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz o ümmətləri sıxıntıya və xəstəliklərə düçar etdik ki, bəlkə boyun əyilər. Yəni bu hər iki ayə bildirir ki, bəla zamanı yalvarıb yaxarmaq, boyun əymək lazımdır. Təslim olmaq lazımdır. Yəni bu da özün harda göstərir? Tələsməməkdə. Bəlada əsas təslim olmaqdır. Baxın, elə bəla var ki, sən ondan başqa bəla göndərər Allah, bir anda keçərsin o imtihandan. O indi Allahın hikmətindən asılıdır. Necə ki, İbrahim Peyğəmbər İsmail Əleyhisselamı kəsməkdə imtihan olundu. Dərhal qəbul elədi, təslim oldu. Dərhal təslim oldu. Təslimiyyəti nə qədər güclü oldusa, artıq kəsəndə ehtiyac olmadı kəsməyinə. Çünki artıq kəsdi imtihanını. Yəqin idi, artıq kəsildi. Biz də məsələn bugün üçün imtihan olunuruq. O imtihanın əsas keçid nədir? Yəqin olmaq. Qəbul etmək imtihanı. Yəqin olub qəbul etmək. Məsələn, ola bilər ki, elə bir misal çəkək ki, aydın olsun. Elə bir tutaq ki, hansı yaxınımızın başına bir iş gələr, səndən kömək istərlər. Sən çıxarsan evindən getməyə, kömək eləməyə tam səmimi qəlblə. Allah ona başqa yoldan qapatır. Daha sənin getməyə ehtiyac olmaz. Sən artıq imtihandan keçərsən. Sən onu bilmirsən. Yəni, bəzən imtihan olunuruq. Yaxınlarımızla, bir-birimizlə. Sənin üzərinə düşən nədir? Onu ortaya qoymaqdır. Yəni, bəzən sən istəyirsən, ortaya qoyursan, artıq sənin kimsə qabaqlayıb. Səni kimsə qabaq. Allah artıq sən imtihandan keçdin, Allah başqa qapatıdır. Yəni, ona görə demək istədiyim odur ki, imtihanda əsas, yəni, yəqin olub qəbul etmək. Yəqinliklə qəbul etmək. Məsələn, bir xəstəlik var başımızda. Bu xəstəliyə təslimik. Əlhəmdülillah, başıma bu xəstəlik var, mən də bunun səbr edəcəm. Qalxsa da, qalxmasa da. Amma bunun nəticəsi nədir? Təşvişə düşmək. Yox, bu mənim başıma niyə gəlib? Niyə bu xəstəliyə düçar oldum? Niyə başqası yox? Niyə mən? Qəbul edə bilmir. Mümkün deyil. Heç cür qəbul edə bilmir. Görürsən ki, onun xəstəliyi də sağalmır bəzən. Yəni, çünki xəstəlikdə budur ki, gərək həkimlər də buna isbat edir. Təşvişə düşməyəsən, rahat olasan. İnsan, məsələn, xəstəliyi rahat olanda, təşvişə düşməyəndə. Yəni, Şeyx İbn Hüseyn Rəhməhullah deyir, hətta yəni, xərçəng xəstəliyi belə təcrübə göstərib ki, sağalıb. İnsan təşvişə düşməyəndə. O dərəcədə. İnsan rahat olur, yəqin olur. Bilir ki, Allahın izni ilə baş verib hamısı. Allah istəməsə heç nə olmayacaq. Yəni, ölüm də Allahın əlindədir. Allahın istəyini ola bilər. Nə olsun ki, bu boyda xəstəlik var ondan. Allahın istəyinə neyinir? Təslim olur. Həmçinin İbn Qeym Rəhməhullah deyir ki, duanın təsirini əngəlləyən problemlərdən biri də qulun tələsməsidir. Yəni, cavabı gecikmiş hesab edər, sonra isə yorulub duanı tərk edər. Bu hal şəhərimizdə də bağban varsa ona daha uyğundur. Bu halda toxum səpən və ya ağac əkən bir kimsəyə bənzəyir ki, o əkməsini, yəni əkir, ağacını əkir, toxumunu əkir, daimi gedib gəlir, ona baxır, ona xidmət edir, sulayır, neyinir. Ancaq görəndə ki, o bar vermir, onu buraxır. Yəni, tələsir onun bar verməsini tələsir. O zaman onu buraxır. Deyir, duanı da eləyib, bezən buna bənzəyir ki, yəni o cavabı görməyəndə bezir, tərk edir. İndi yəni, bu dərsin əsas məğzi bizi nəyə öyrədir? Bəlalarda bilmək lazımdır ki, bəlanın qalxması Allahın istəyinə bağlıdır. Bəlanın qalxması Allahın istəyinə bağlıdır. Allah müəyyən bir
vaxt yazıb. Həmin o bəlanın qalxmasına. Allah müəyyən bir vaxt yazıb. Bizim tələsməyimiz, qəzəblənməyimiz, təşvişə düşməyimiz o bəlanı qaldırmır. Mütləq gərək təslim olaq. Allahın istəyini tapaq. Və bu bəlada Allah bizdən nə istəyir? Bu bəlada Allahın bizdən istədiyi nədir? Çünki Allah heç nəyə hikmətsiz etmir. Hər bir şey hikmətlə edir. Əgər başımıza bir müsibət gəlibsə, Allah göndəribsə, Allahın burada bizdən istədikləri var. Və biz nə edirik? Dediyimiz kimi, İbn Qeym Rəhməhullah dediyi kimi, birinci növbədə baxmaq lazımdır. Bəla qalxması mümkün olan bəladır, yoxsa yox. Əgər mümkün deyilsə, sadəcə səbr edirik. Razı qalsaq, şükür eləsək, nə gözəl. Daha çox savab qazanar, dərəcəsi daha uzun böyük olar. Əgər qalxması mümkün bəladırsa, başlamalıyıq nə etməyə? Səbəblərdən yapışmalı. Səbəblər də iki cürdür. Var təbii, var şəri səbəblər. Hər bir xəstəliyin özünün orada şəri və təbii müalicəsi var. Hər bir xəstəliyin orada şəri və təbii müalicəsi var. Gərək hər ikisindən istifadə edək. Şəri müalicəsini təbii müalicədən önə çıxacaq daima. Yalnız istisna hal odur ki, məsələn, təcili tibbi yardıma ehtiyac olar. Tutaq ki, bir insanın qolu kəsilib, onu tez sarmaq, qan axmasına mane olmaq və yaxud da məsələn, kirli bıçaqla kəsilibsə, tez onu dezinfeksiya eləmək. Çünki gecikəndə artıq mikrob yayılacaq. Burada artıq təbii önə çəkirsən, bu öz yerində. Ancaq əksər halda şəriyi önə çəkirsən, şərii səbəbləri önə çəkirsən. Bir yerində ağrı baş verib, başında ola bilər, qarnında ola bilər, belində ola bilər, qıçında ola bilər, fərqi yoxdur. İlk öncə nə edirsən? Peyğəmbər s.ə.v bizi öyrətdiyi, zikr edirsən, 3 dəfə bismillah deyib. Əuzu billahi və qudrəti min şərri mə əcid və hədir. Qorxduğumu və həzər etdiyim şərrindən Allah'a sığınıram. Yəni, hiss etdiyimin və qorxduğumun şərrindən Allah'a sığınıram. Sonra Fatihə surəsini, hamımızın bildiyi ən güclü ruqiyyədir. Bəzən görürsən, bizə elə gəlir ki, xüsusi ayələr var, onlar təsirdir əsas. Fikrimiz qalıb olardı ki, mən onları bilmirəm. Ruqiyyəçi olsun, mən ruqiyyə eləyərdi. Xeyr, ən güclü qayda olaraq götürək. Ən güclü ruqiyyə Fatihə surəsidir. Ən böyük şəfa Fatihə surəsidir. Çünki Fatihə surəsi Quranın anasıdır. Ən böyük surədir Fatihə surəsi. Sonra Ayət-ül Kürsüdür, ən böyük ayə. Sonra Fələq Nas, İxlas Fələq Nas surəsidir. Bunları hamı bilir. Nə üçün ilk öncə biz onlarla müalicə eləmirik özümüzü? Nə üçün? Çünki niyə tələsirik? Çünki tələsirik. Ağrının qalxmasını tələsirik. Bizdən biri gedir aptekə deyir ki, qardaş tez ol, elə dərman verir ki, güclü olsun, tez kəssin ağrısı. Xüsusən diş ağrıları zamanı. Elə ən güclü dərman verir, tez kəssin ağrısı. Sən artıq nəfsini zəif göstərdin. Nəfsini belə tərbiyə etdin. Yadınızda saxlayın, yəni bəlalar balacıdan başlayır. Bugün sən diş ağrısına belə yanaşan, sabah döyüşdə məsələn, əgər indi izin verilsə, şəriə olsa, cihad, ölkə rəhbəri izin verirsə, məsələn, döyüşsün, yaralansın, necə olarsan? Ona necə səbr eləyərsən? Orada hardan taparsan ən güclü dərmanı? Orada lazım olacaq artıq səbir, təvəkkül, iman, ruqiyyə və s. Və yaxud da heç, döyüşdə olmasın, başqa həyatda olsun. Yaralana bilərik. Həkim gecikə bilər. Neyniyəcəyik? Yəni, harada olacaq dözümümüz? Yəni, ona görə bəlalar bizi tərbiyə edir. Xırda bəlalar, böyük bəlaların birincisi dəf edir. Bəzən də ona hazırlayır. Xırda bəlalar, böyük bəlalara səni hazırlayır. Əgər xırda bəlaya səbr edə bilmirsənsə, böyük bəlaya necə səbr edəcəksən? Ona görə İbn Qeym Rəhməhullah bizə gözəl tərbiyə üslubu verir ruqiyyədə. Deyir ki, mən Məkkəyə gələndə, Məkkəyə səfər edir. Ora gələndə orada heç bir həkim yox idi. Yəni, biz özümüzü deyib Fatihə surəsini ancaq ruqiyyə edirdik. Deyir, gəldim Məkkəyə,
Gəldim Məkkəyə. Başladım Fatih surəsini özümü ruqiyyə eləməyə. Yəni deyir hardasa bir ay, bir neçə ay müddət sonra başladım təsirini görməyə. Ondan sonra yoldaşlarıma da dediyim, onlar da başladılar Fatih surəsini ruqiyyə eləməyə. Hamısı başladı təsirini görməyə. Burada bizi İbn Qeym Rəhməhullah nəyə öyrədir? Yəni davamlı eləmək lazımdır. Biz elə bir ki, əlimizi qoyub oxuyan kimi sağalmalıdır. Yəni ona görə görürsən ki, məsələn, bezirik, tərk edirik ruqiyyəni. Ola bilər şeytan yaxşı sağ tərəfdən yaxınlaşsın ki, sənin indi imanın zəifdir, ona görə oxuyursan təsiri yoxdur. Amma elə deyil. Hər bir müsəlman imanı var. Fatihə surəsinin özünü müalicə edə bilər. Sadəcə nə etmək lazım? Tələsməmək lazımdır. Necə ki, həkimə getsə müalicə yazır. Görmüsünüz hələm həkim yazsın ki, bu dərmanı bir günə keçəcək sənin xəstəliyin. Yalnız o məsələn keyicidə ola bilər, baş ağrısı, diş ağrısı keydər, həmin saat keçər. Bir müddət sonra yenə başlayar. Amma tamamilə keçməsinə heç bir həkim var zəmanət verən. Bir gün içində sağaldı. Yoxdur. Ona görə ruqiyyə də bura müqayisə olunur. Birincisi, yəni tələsməməlisən, daimi eləməlisən ruqiyyə. Bu Allahın imtihanıdır. Sən bilmirsən Allah neçə günə yazıb onu, neçə günə qalxacaq. Əgər biz indi gərək ağıl sahibi də fikirləşək. Elə hamının başına müsibət gələn kimi, məsələn ağrı gələn kimi, elə Fatihə surəsini oxuyub sağalacaqsa, bəs onda müsibətə səbir nətər qalacaqdı? Səbir qalmayacaq da müsibətə. Ona görə burada təməl bilgilərdir bunlar ki, bu Allahın istəyinə bağlıdır. Allah sənin bu müsibəti nə qədər istəyir qalmağı, bu müsibətdə sən necə ona davranmağı istəyir. Hamısı imtihandır, Allahın istəyinə bağlıdır. Ona görə hətta Peyğəmbər kimi insan sallallahu aleyhi ve sellem, burada da böyük dəlildir bizə. Deyilənə görə Peyğəmbər sallallahu aleyhi ve sellem bilsə Yahudi ona sehr eləmişdi. Etdiyini elə bildi, etməyib, etmədiyini elə bildi, edib. Bəzilər deyir ki, bəzi alimlər 40 gün Peyğəmbər s.ə.v özünü müalicə edib 40 gün sonra qalıb. Bəziləri deyir ki, bir neçə gün. Burada var, bir neçə gün olması da bizə da bəs edir. Hətta minimum deyirlər bir neçə gün Peyğəmbər s.ə.v müalicə edib. Əsasən deyilir ki, yalvarıb yaxarıb Allaha qalxması üçün. Burada bizə Peyğəmbər s.ə.v nümunədir. Yəni, Peyğəmbər kimi insan ondan güclü imanlı varmı? O belə, məsələn, elə Allah istəsiydi, Fatihə surəsinə, Fələq Nas surəsinə batil eləyərdi onun sehri. Ancaq Allah istəmədi. Allah istədi davamlı olsun, bir müddət olsun. Peyğəmbər s.ə.v göstərsin ümmətinə həm də necə olmalıdır, insan necə davranmalıdır müsibətlərlə. Ona görə burada bunlar təməl bilgilərdir. Kimsə deyirsə ki, mən yarım saata gələcəm, Quranla ruqiyyə elib sağalacam, yalan danışır. Vallahi yalan danışır. Bir saata sağalacam, bir günə sağalacam, yalan danışır. Bəli, ola bilər, yəni hər hansısa bir nətər deyirlər. Müəyyən hallar ola bilər ki, bəli, yarım saat yox, heç bir dənə Fələq Nas surəsinə adam sağalar. Şeytandan xilas olar. Ancaq sənin şərt qoymağın, sənin əminliklə deməyin ki, mən yarım saata sağalacam, o yalandır. Bax, mən onu deyirəm. Ancaq deysən ki, mən bilmirəm, məsələn, ruqiyyə eləyəcəm, tez də sağala bilər, gec də. Bir saata da ola bilər, bir günə də ola bilər, 10 günə də ola bilər, bir ayda bəli, bu doğrudur. Bu doğrudur. Amma kimsə desə ki, bu yaxınlarda keçmişdə və yaxud da yayılmışdı, biri çıxmışdı ki, Quranla, yəni hətta çoru belə sağaldır Quranla. Yəni, bilsən, ad Quran olanda hamının fikri gedir ki, Quran'da, yəni bu hamımız iman getmişik də dağlara nazil olsa paramparça olardı. Quran mütləq şəfadır. Quranla demək şəfa var da göz sağalacaq. Amma yalan danışır axı. Elə olsaydı yer üzündə bir dənə kör qalmazdı. Elə olsaydı onda körlüklə imtahan, müsibət qalmazdı. Hamı Quran oxuyub sağalardı. Amma elə deyil. Yəni biz oxuyarıq, ruqiyyə eləyərik. Allah istəsə sağalacaq. İstəməsə yox. Quranda problem yoxdur. Əlhəmdülillah. Quran şəfadır. Ancaq Quranın təsiri Allahın istəyinə bağlıdır. Quranın təsiri Allahın istəyinə bağlıdır.
Bu təməl bilgidir. Ona görə bunun faydası ondadır ki, insan bezmir. Məsələn, Quran oxuyur, görəndə ki, məsələn, sehir qalxmadı, şeytan məsələn çıxmadı, narahat olur, gedir ruqiyyəçi axtarır. Çünki bu bilmir, təməl bilgi yoxdur bunda. Bu Allahın istəyinə bağlıdır. Səndə problem yoxdur, sən oxu. Yəni, onun davam eləməsi, qalması Allahın istəyinə bağlıdır. Səndən səbəbdən yapışmaqdır. Bizdən səbəbdən yapışmaqdır. Yəni, biz səbəbdən yapışıb Allaha şərt qoymamalıyıq ki, mən səbəbdən yapışdım, bəla qalxmadı. Ona görə görürsən, sual gəlir ki, bəs illərdir ruqiyyə olunur, bəs sağalmır da. Ola bilərmi biz gedək başqa caldı ilə o açaq? Başqa caldı ilə. Bu qəti qadağandır. Ki, Şeyx Üsəm bin Teymiyyə deyir ki, yəni, şirklə müalicə eləmək olmaz. Şirklə qəti qadağandır müalicə eləmək. Şirkdə zəruriyyət yoxdur. Məsələn, haramda görsən zəruriyyət var. Haram müəyyən, məsələn, azlıq var, müəyyən hallar var. Gedib harama girə bilərsən. Elə deyil. Donuz əti yeyə bilərsən, məsələn, içkidir, içə bilərsən müəyyən miqdarda, baxırda. Ancaq şirklə qaldıra bilmərsən. Məsələn, səndə cadu var, gedim o başqa cadugarın yanına açdırım, o qəti qadağandardır. Yəni, bu nəyə dəlatdır? Bu adamın tələsməyinə, bəlanın qalxmağının tələsməyinə. Yaxşı, sən niyə tələssən qalxmağına? İman gətirmirsən, bu Allahın izindən baş verir, hər an savabdır, hə? Niyə tələssən? Bəzən yaxınlarımız tələsdirir. Bəzən yaxınlarımız. Bizdən məsələn, tutaq ki, övladımızda istər yəni sehr olsun, istər başqa xəstəlik olsun, görürsən uzananda bezirlər. Uzananda bezirlər, məsələn, müəyyən söz-söhbət yaranır. Bu da indi demirəm. Ola bilsin ki, yəni kimsə olur, ondan sui-istifadə edir. Göyə ki, bu xəstədir, nədir? İstifadə edir də, yəni uzanır. O elə insanlar da olur. Ancaq, məsələn, yaxşı zən var da, əgər o səmimi dörsə, yalan danışsa, o çıxacaq tez üzə. Ancaq səmimiyyət var da, mühüm, məsələn, valideyn övladına səbr eləmirsə, başına gələn bəlada, sabah övladını necə qınayacaq o yaşda anda övladı ona səbr eləsin, aydındır. Biz, məsələn, hədisin bir tərəfini götürürük, valideyni uf demək olmaz. Övladdan tələb edir ki, valideyni uf demə. Ancaq o bir tərəfini unuduruq ki, Peyğəmbər s.ə.v özü elə davranardı ki, uşaq uf ona deməzdi. Özü, məsələn, gəlib ki, Ənəs xidmətçisinə heç vaxt deməyib ki, bu niyə belə etmirsən? Bu niyə belə elədin? Bu niyə belə etmədin? Biz bir tərəfini götürürük, bir tərəfi qalır. Biz bu gün övladımızdan, məsələn, sabah tələb edəcəyimiz şey, bu gün özümüz onu səbr eləmirik. Gərək bu gün biz övladımızın, məsələn, başına gələn müsibətdə səbirli olaq, tələsməyək. Ona görə tələsməmək, hətta sənin yanında olanı da başına gələn, sənin yaxın yoldaşın da başına gələ bilər. Qohumun da gələ bilər, övladın da gələ bilər. Mütləq gərək səbirli olasan, tələsməyəsən, hal araşdırasan. Əgər bu davam edirsə, burada xeyirlər var. Müsibətlərdə çoxlu xeyirlər var. Mütləq. Yəni, Allah Subhanahu taala insana çoxlu xeyirlər öyrədir. Ona görə, yəni, qiyamət gündə müsibətə düçar olanları görəndə, onlara mükafat veriləndə, hamısı deyəcək ki, kaş ki, biz də gedərdik, doğranardıq, dünyada səbr elərdik, bizə də elə mükafat verirlərdi. Ona görə faydalar var orada. İndi bu ayrı mövzudur, müsibətin uzanmağında. Yəni, əsas məqam oradır ki, uzananda, müsibət uzananda tələsməmək. Çünki tələsmək bezməyə aparır, bezmək qəzəblənməyə aparır insanı. Qəzəbləndinsə də artıq imtahandan keçə bilmədin. Ona görə qəzəblənmək böyük günahdır. Müsibət zamanı qəzəblənmək böyük günahdır. Çünki Allahın qəzəbi var qəzəblənənə. Bizdə böyük günahlarda qaydadır da Allahın qəzəbi gəlibsə, cəhənnəm əzabı gəlibsə, lənət gəlibsə və yaxud da böyük günahdır. Necə ki, gəlib ki, Allah bir qövmü sevərsə, bir insanı sevərsə, ona müsibət göndərər. Kim razı qalarsa, Allah ondan razı qalar. Kim qəzəblənərsə, Allah ondan qəzəbi var. Yəni, burada İbn Hüseyn Rəhməhullah deyir ki, ola bilər ki, gün ərzində insan
başına gələn müsibətə bir dəfə səbr eləsin, Allah razı qalsın, bir dəfə qəzəblənsin, Allah da ona qəzəblənsin. Necə cəm eləyək? Allah insana qəzəblənsə necə olar? Qəzəblənə bilər. Qəzəblənsə necə olar? Deməli, bu belə cəm eləmək olar ki, qəzəblənməyi Allahın iki cürdür. Var qismən, var tamamilə. Allah qorusun, tamamilə qəzəblənsə artıq həlak olarıq. Tamamilə qəzəblənsə, o deməkdir ki, daha tövbə qapısı bağlandı. Nə qədər tövbə etsən, qəbul etməyəcək. Ancaq qismən qəzəblənəndə tövbə qapısı açıqdır. Ola bilsin, insan bugün həmin müsibət gələr, qəzəblənər, sabah həmin müsibətə gələr, səbr eləyər. Bugün sabah səbr edin, savab qazanar. Dünən isə nə eləmişdi? Günah qazanmışdı. Təbii ki, tövbə eləsə Allah qəbul eləyər. Çünki tam qəzəblənməyib baxır. Hələ tövbə qapısı açıqdır. Görün Allah Subhanahu taala mərhəmətinə baxın. Qəzəbi belə, yəni bizə nə edir? Vaxt qoyur. Tamamilə qəzəblənməsin gərək Allah insana. Tamamilə qəzəb. Kafirlərə nə edib? Tamamilə qəzəblənib. Ancaq yenə məsələn elə hallar var ki, tamamilə qəzəblənsə də Allah qapı açıq olur. Ona izin verir tövbə edib qayıtmasına. Çatdırmaq istədiyim bu qədər. Allah Subhanahu taala bizi müvəffəq eləsin, onun razı qaldıqlarını əməl etməyə, qəzəbləndiklərini isə uzaqlaşmağa. Və sallallahu nəbinə Muhammed və alə alihi və sahbihi və səlləm.